Geosinkronal və platformalar. Deməli, uşaqlar, yer kürəsindəki olan ərazilər geosinkronal və platforma olmaqla iki hissəyə ayrılırlar. Geosinkronal ərazilər tektonik hadisələrin tez-tez baş verdiyi ərazilər hesab edilir. Yəni tektonik hadisə nədir? Vulkan və zəlzələnin, yəni endogen qüvvələrin baş verdiyi ərazilərdir. Yəni bu ərazilərdə biz fəaliyyətdə olan vulkan görə bilirik. Bu ərazilərdə biz zəlzələ hadisələrini tez-tez görə bilirik. Genəlliklə testlərimizdə, suallarımızda geosinkronal əraziləri deyəndə biz orada fəaliyyətdə olan vulkanlar görürük ki, buna biz geosinkronal ərazilər deyə adlandırırıq. Və bu demirəm ki, hər geosinkronal ərazidə fəaliyyətdə olan vulkan olmalıdır. Xeyr. Yəni orada sönmüş vulkan da ola bilər o qurşağın daxilində. Amma biz genəlliklə testlərdə bu şəkildə tapırıq ki, nə üçün burada fəaliyyətdə olan vulkan var idi, fəal vulkan var idi. Burada nədir? Geosinkronal ərazidir, hə, tektonik cəhətdən fəal ərazidir deyə bilərik. Platformalar isə bunların olmadığı, yəni ki, nəyin? Tektonik hadisələrin baş vermədiyi ərazilər isə platforma hesab edilir. Yəni sabit ərazilərdir bunlar əsasən. Burada biz heç bir tektonik hadisələrlə qarşılaşmırıq. Fəaliyyətdə olan vulkan görmürük, zəlzələ demək olar ki, görmürük. Bunlar platforma ərazisi hesab edilirlər. Yadda saxlayaq nəyi burdan əsas? Yadda qalsın ki, geosinkronal ərazilər litosfer tavalarının sərhəddinə uyğun gəlir. Platformalar isə tavaların mərkəzinə uyğun gəlir. Məsəl üçün, açsaq biz dünyanın xəritəsini, xəritənin üzərisində biz nəzər salsaq buna ki, məsəl üçün deyək ki, bu ərazi nədir? Toqquşma zonası idi, bir-birlə toqquşurdu və yaxud da bu ərazi toqquşma zonası idi. Bunlar nədir? Geosinkronal ərazi. Bura toqquşma zonasıdır. Nədir? Geosinkronal ərazidir. Bu tava gəldi, bu tava ilə toqquşdu və burada nə oldu? Geosinkronallıq yaranmış oldu deyəcəksən. Amma platforma deyəndə artıq bu materikin mərkəz hissələridir. Yəni tavaların mərkəz hissəsi. Buna aid suallar qarşımıza çıxır. Geosinkronal dediyimiz tavanın sərhəddidir. Platforma dediyimiz tavanın mərkəzinə uyğun gələcəkdir. Yadda saxlayaq bunu mütləq şəkildə. Demək olar ki, biz bütün materiklərdə bu geosinkronal əraziləri az da olsa, çox da olsa görürük. Da bunun daha çox göründüyü ərazilər Şimali Amerika, Cənubi Amerika, Avrasiya materikində geosinkronal ərazilər daha çox görürük. Digərlərində qismən də olsa az görürük, amma Avstraliya materikində ümumiyyətlə yoxdur. Avstraliya materiki yadda qalsın ki, bütövlükdə platforma ərazisində yerləşir. Mən sənə səhərsi gün sual verəndə ki, Avstraliya materikində hansı fəaliyyətdə olan vulkanımız var? Sən deyirsən ki, müəllim, orada heç bir fəaliyyətdə olan vulkanımız yoxdur, çünki ora platforma ərazisinə düşür. Və yaxud da desəm ki, sənə Avstraliya ərazisində Alpda yaranmış hansı dağ var? Deyirsən ki, orada Alpda yaranmış heç bir dağ yoxdur. Ora platforma ərazisinə düşür. Onlar unudulacaq qədim ərazilər. Aydın oldu mu bizə bu? Sonra, təbiətdə biz 3 dənə əsas geosinkronal qurşaq görürük. Bunlar hansılardır? Deməli, Ant Kordilyer geosinkronal qurşağı Amerikanın qərbinə düşür, Amerikaların. Alp Himalay geosinkronal qurşağı təxmini çəkirəm bu əraziləri. Bir də Sakit Okeanın odlu qövsü adlandırdığımız geosinkronal qurşaq olacaqdır. Burada biz ən çox Alp Himalay və Ant Kordilyer geosinkronal qurşağı haqqında testlərdə sualla görürük. Bu haqqda daha çox danışırıq. Bir də yadda qalsın ki, bu Amerikanın qərb hissəsi hətta şeyə də düşür. Sakit Okeanın odlu qövsünə düşür. Belə testdə sualda çıxar qarşımıza. Bəli, düzgün fikirdir bu fikir ki, Amerikanın qərb hissəsində biz Sakit Okeanın odlu qövsündə görməyimiz mümkündür. Bunlar bizim 3 dənə geosinkronal qurşaq hesab olunur. Bu yadda qalsın. Afrikanın şərq hissəsində bir sınma zonamız var idi ki, burada Somali yarımadası ərazisi Afrika materikindən ayrılmağa doğru gedir. Biz bu haqda keçən dərsdə danışmışdıq. Demişdik ki, burada Qırmızı dənizin sahəsinin artması məsələsi falan baş verirdi. Və yadda saxlayaq, burada bir tektonik sınma zonası var. Amma yadda qalsın ki, bu ərazi geosinkronal qurşaq hesab edilmir. Tektonik hərəkətlər var, amma bura geosinkronal qurşaq hesab edilmir deyəcəksiniz. Bunu da bu şəkildə yadda saxlayaq. Daha sonra nəyi deyim sizə?
Geosinkronal ərazilərində dedik ki, fəal vulkan var, cavan dağ var, bir də bunu yadda saxlamaq lazımdır. Orada yerləşən düzənliklər, yəni yaylaq olsun, ovalıq olsun, yüksəklik olsun, fərqi yoxdur. Bunların hamısı nədir? Geosinkronda yerləşən ərazilər hesab olunur. Biz yəni bu xəritənin üzərisində artıq bunu bilməliyik ki, ondan sonra biz sualları cavablandıra bilək. Məsəl üçün, nə sual gəlir sənə? Götürür xəritənin üzərisində rəqəmlər verir. 1, nə bilim 2, 3, 4, nə bilim belə olsun 5 rəqəmlər verir. Deyir ki, geosinkron əraziləri müəyyənləşdirin. Belə bir sual verir. Artıq biz burada nəyə baxmalıyıq? Təbii ki də tavaların sərhəd zonasına baxmalıyıq ən əsası və geosinkron qurşaqları tanımalıyıq. Burada baxıram ki, bir yerləşir Ant-Kardiler geosinkronal qurşağında, 4 yerləşir Alp-Himalay geosinkronal qurşağında, 5 yerləşir Sakit Okeanın odlu qövsündə. Demək 1, 4, 5 geosinkronal ərazidə yerləşən məntəqələrdir. Amma 2 və 3 platformada yerləşir. Yadda qalsın. Şimal Amerikanın qərb hissəsi yüksək dağlıq, şərqi düzənlik. Cənubi Amerikanın qərb hissəsi yüksək dağlıq, şərqi düzənlikdir. Afrikanın şərq hissəsi yüksək dağlıq, qərbi isə düzənlikdən ibarətdir. Avrasiya materikinin cənub hissəsində dağlıq var, şimal hissəsində isə biz geniş düzənliklər nədir görməyimiz mümkündür. Avstraliya materikinin onsuz da hündürlüyü azdır, amma şərq hissəsində bunda dağ var, qərb hissəsi əsasən düzənliklərdən ibarətdir deyəcəksiniz. Şimali Amerika materikinin qərb hissəsi geosinkronal, şərqi platforma. Cənubi Amerikanın qərbi geosinkronal, şərqi isə nədir? Platforma olacaq. Hər ikisinin qərbi geosinkronal, şərqində isə biz platform ərazilərinin yerləşməyini görə bilərik. İndi bizə bax belə sual verdi. Bayaq dərsdə də ikinci sual cavab verəndə sizə dedim bunu. Belə bir sual verir. Şimali Amerika ilə Cənubi Amerikanın oxşar, fərqli və ya ortaq xüsusiyyətinə aid bir sual verir. Edelven diaqramı verib deyək ki. Belə deyirik ki, hər ikisinin qərbi geosinkronaldır. Bu doğru fikirdir. Hər ikisinin qərbi geosinkronal olması doğru fikirdir. Hər ikisinin qərbində geosinkronal qurşaq yerləşir. Doğru fikirdir. Hər ikisinin qərbində fəaliyyətdə olan vulkanlar var. Bu da doğru fikirdir. Hər ikisinin qərbində sönmüş vulkan var desə, bax bu da doğru fikir. Diqqətli olun burada. Sonra hər ikisinin qərb hissəsi subduksiyaya məruz qalır. Bəli, burada da ki, düzdür, şimal-qərbində az olsa görürük. Cənub-qərbində var bir də. Subduksiyaya məruz qalır. Burada da ki, həmçinin subduksiya prosesini görə bilirik. Sonra deyə bilər ki, hər ikisinin qərb hissəsi okean tipli tava ilə toqquşur. Bəli, bu da doğru fikirdir. Bunun da qərbi okean tipidir, bunun da qərbi okean tipidir. Sonra desək ki, hər ikisinin qərbi eyni okean tipi tava ilə toqquşur, bu artıq səhv fikir olur. Niyə görə? Şimal Amerikanın qərbində Sakit Okean tavası ilə toqquşma müşahidə edirik biz. Burada məsəl üçün Kokos tavası ilə toqquşma müşahidə edirik. Amma Cənubi Amerikanın qərbində Naska tavası ilə toqquşma müşahidə edirik. Cənubi Amerikanın qərbi Naska ilə toqquşur. Cənubi Amerikada Sakit Okeanın toqquşmanı biz deməyəcəyik. Aydın oldu. Bax bu kimi suallar qarşımıza imtahanda və ya testlərdə çıxa bilər. Sonra geosinkronalın inkişaf mərhələsi var. Yəni geosinkronal dediyimiz ərazi cavan ərazilərdir. Bu cavan ərazilər yadımızda qalsın ki, Kaynozoy geoloji erasında yaranmış ərazilərdir. Yəni bax yadda saxlayaq da uşaqlar. Kaynozoyda olan hadisələr cavandır. Kaynozoydan aşağıda olanlar isə, yəni Mezozoy, Paleozoyda olanlar isə, Arxeida falan olanlar isə qədimlərdir. Biz dağları öyrənəcəyik məsəl üçün. Deyəcək ki, Mezozoy yaşlı dağlar var. Bunlar demək qədimdir artıq. Əslində orta qırışıqlıq dövrü hesab olunur onlar. Amma biz testlərdə falan qədim götürürük onsuz da. Sonra nə bilim, Paleozoyda əmələ gəlmiş dağlar var ki, deyəcək nədir bunlar? Qədimdir. Və yaxud da Paleozoyda əmələ gəlmiş düzənliklər var. Deyəcək nədir? Qədimdir. Nə bilim, Kaynazoda əmələ gəlmiş düzənliklər var, dağlar var. Deyəcək ki, bunlar nədir? Cavan ərazilər hesab olunurlar. Və hər bir platformanın formalaşmasında ilkin vaxtlarında nə olub? Geosinkronal ərazi olub hər bir platforma. Və bu belə deyək ki, insan şəklində düşünün də bunu. Hər bir insanın cavan vaxtı, gənc vaxtı olduğu kimi qoca vaxtı da olur.
Cavan vaxtı atıb tutur, deyir, dağıdır, amma qoca vaxtında artıq heç bir şey edə bilmir, fəallığını itirir belə deyək. Yer səthi də belə düşünün də. Cavan idi, formalaşırdı, böyüyürdü, inkişaf edirdi. Qoca idi, artıq yavaş-yavaş kiçilməyə doğru, ölməyə doğru, məhv olmağa doğru, itməyə doğru gedirdi. Hər bir ərazidə ilk olaraq cavan olur, sonra isə qocalmağa doğru getdiyini deyirik, yadımızda qalsın. Və burada da biz geosinkronun inkişaf mərhələsini öyrənirik. Geosinkron ərazinin necə platformaya çevrilməsini öyrənirik, belə deyə bilərik buna biz. Burada birinci mərhələ verilib. 4 dənə əsas mərhələsi var. Birinci mərhələdə lazımdır nə? Yadda qalma hissə budur ki, əyilmə baş verir yavaş-yavaş. Suxurlar nə edir? Aşağıya doğru yatmağa başlayır. Ərazilərdə əyilmələr, enmələrə məruz qalır. Belə deyirik bunu biz birinci mərhələdə. İkinci mərhələdə artıq bir tərəfdə enmə, bir tərəfdə qalxmalar baş verir. Üçüncü mərhələdə gəlirik. Üçüncü mərhələdə artıq dağ əmələ gəlmə gedəcəkdir. Burada hanı dağ əmələ gəlmə gedir. Dördüncü mərhələdə isə ərazinin artıq platformaya çevrilməsi baş verir. İlkin olaraq yadda qalmalı olan hissələr bunlardır. Testlərdə falan bunlardan tapmaq olur. Amma məsəl üçün 20 sual testində demin orada buna aid bir sual var ki, daha çox xırdalığa eniblər orada. Nələr var? Gəlin də o xırdalıq hissəsinə baxaq bunun biz. Birinci mərhələ enmələr baş verdi və burada metamorfizləşmə getdi. Deyirik ki, enmələr baş verir, suxurlar yatır aşağıya doğru və yüksək təzyiq və temperaturun təsirindən metamorfizləşmə. Biz keçmişdik metamorfik suxurlar, çevrilməyə məruz qalan suxurlar. Həmin hadisə harada baş verdi? Birinci mərhələdə baş verdi. İkinci mərhələdə bir tərəf enir, bir tərəf isə qalxmaya məruz qalır. Enmə əraziləri sinklinal, qalxma əraziləri antiklinal hesab edilir. Təbiətdə uşaqlar, enmələr, qalxmalar var ki, enmələr sinklinal ərazilərdir, qalxmalar isə antiklinal ərazilərdir. Deyirik ki, sinklinal, belə deyək, sinmək, aşağıya doğru sinirsən, o deyirik, qorxdu, aşağı sindi. O şəkildə yadda qalsın ki, sindi, aşağıya doğru sindi və ya sındı, aşağıya doğru düşdü. Belə yadda saxlayın, nə bilim. Antiklinal da ki, bunun əksi olacaqdır. Yəni, yuxarıya doğru qalxması olacaqdır. Bu necə baş verir proses? Deyirik ki, antiklinal, sinklinal yer səthinin üfüqi şəkildə hərəkət edir. Yer qabının üfüqi şəkildə, yerin daxilində üfüqi şəkildə hərəkətdir. Şaquli formada hərəkət var, üfüqi formada hərəkət var. Bu şəkildə getmək üfüqi formadadır. Amma bu şəkildə enib qalxma varsa, bu artıq şaquli formadır. Biz buna Horst və Graben deyəcəyik. Horstda qalxmadır, Graben qırılıb enmə. Aşağıya doğru qırıldı, endi. Graben oldu bu. Yuxarıya doğru qalxma isə Horst hesab olundu. Bu şaquli formadadır. Bu isə üfüqi formadadır. Burada antiklinal qalxma, sinklinal enmə hesab olunurdu. Antiklinal, sinklinal biz daha çox geosinklinal ərazilərdə görəcəyik, yadımızda qalsın ki, ancaq orada görüyorsunuz da. Amma Horst Graben'i qədim dağlarda falan görməkdə mümkün olan bir hadisədir deyəcəksən. Antiklinal, sinklinal, geosinklinalda baş verən prosesdir. Tektonik ərazidə olan prosesdir. Bu yadımızda qalsın. Antiklinal ərazilərə uyğun gəlir yaylalar. Sinklinal əraziyə uyğun gəlir ovalıqlar. Ərazidə antiklinal yayla varsa, burada filiz mənşəli faydalı qazıntılar vardır deyə bilərik. Bir ərazidə filiz mənşəli faydalı qazıntı varsa, burada maqmatik suxur vardır deyə bilərsən. Ovalıqda biz daha çox nə görürük? Çökmə mənşəli suxurlar görürük və çökmə mənşəli suxur da varsa, burada daha çox qeyri-filiz mənşəli, yanar mənşəli faydalı qazıntılar görürük. Yəni bu qeyri-filiz mənşəli faydalı qazıntı biz gedib dağın başında tapmağımız mümkündür. Məsələn üçün daş kömür dağlıq ərazidə olur. Amma biz testlərdə daha çox görürük deyə bu metod yadımızda qalsın. Əgər ərazi antiklinaldırsa, bu ardıcıllıq yadda saxlayaq. Ərazi antiklinaldırsa, bu demək qalxmadır. Qalxmadırsa, deməli bu yayladır. Yayla varsa burada filiz var. Filiz varsa burada maqmatik suxur. Və ya da görün, yayla varsa burada maqmatik suxur var. Maqmatik suxur varsa filiz mənşəli faydalı qazıntı var. Birdən bir çox suallar olur. Məsəl üçün belə deyək.
Götürürlər kontur xəritənin üzərisinə, sən deyək ərazini tanıyırsan ki, bura Qərbi Sibir ərazisidir. Məsəl üçün, eləmi? Buradakı Dekan yaylasıdır. Müqayisə aparırıq. Deyir, bunun hansında filiz mənşəli faydalı qazıntı var? Sən artıq xəritəni bilirsənsə, burada Dekan yaylasının yerləşməyini bilirsənsə, deyirsən ki, hə, burada filiz var. Çünki yayladır. Amma burada məsəl üçün nə olacaq artıq? Ovalıqdır deyə çökmə süxurlar. Ovalıq axı alçaq ərazidə deyir, süxur gəlir bura çökür və çökmə süxur burada nə edir? Yaranır. Qeyri-filiz mənşəli faydalı qazıntıları, yanar mənşəli faydalı qazıntıları formalaşdıra bilir deyəcəksiniz. Bax, bu şəkildə yadımızda qalsın. Sinklinal varsa artıq bu ovalıqdır və burada çökmə, süxur, qeyri-filiz və ya yanar mənşəli faydalı qazıntılar görmək mümkündür deyəcəksiniz. Üçüncü mərhələdə dağ əmələ gəlmə mərhələsidir. Burada antiklinal və sinklinaldan birləşməsi nəticəsində iri dağ sistemləri əmələ gəlir. Bütün cavan dağlar üçüncü mərhələyə aiddir. Buna aid də suallar verir. Deyək ki, məsəl üçün, Qafqaz dağları geosinklinalın dördüncü mərhələsinə aiddir. Bu səhv fikirdir. Cavan dağdırsa bu təbii ki də üçüncü mərhələ olmalıdır. Dördüncü mərhələ nədir? Dördüncü mərhələ artıq daxili proseslər zəifləyir, passivləşmə gedir və xarici qüvvələr artıq başlayır süxurları parçalamağa və ərazi düzənliklərə çevrilir, platformaları yaradırlar. Platformalar daha çox düzən ərazilərdir. Daha çox biz bunu düzən ərazilərdə görürük ki, nə? Bu ərazi nədir? Platforma ərazisidir. Dağlıq olan hissələr məsəl üçün görmək mümkündür təbii ki də. Amma daha çox biz bunu düzən ərazidə görürük platformaları. Sonra nə deyim sizə buradan? Bu dörd dənəsindən bunun içərisindən bunları bildik bəs edir bizə. Yəni nə oldu? Emmə oldu, metamorfizləşmə getdi birincidə, ikincidə antiklinal, sinklinal baş verdi. Üçüncü mərhələdə iri dağ sistemləri yarandı, dağ əmələ gəlmə oldu burada. Dördüncü isə daxili prosesləri zəiflədi və platformaların yaranması baş verdi. Bu geosinklinalın inkişaf mərhələsi idi. Ən sonunda gəldi. Nə oldu geosinklinal? Platforma ərazisinə çevrilmiş oldu deyəcəksən. Biz platformadan danışan zaman deyirik ki, platformanı bax bayaqki sualda var idi, iki hissəyə ayırırıq quruluşuna görə. Kristallik bünövrə, bir də platforma örtüyü olmaqla. Bu platformanın quruluş formasıdır. Bax burada bu xəttlərlə zolaq formada verilmiş ərazilər çökmə süxur qatının olduğu ərazi hesab edilir. Bu ərazidə nə var? Çökmə süxur qatı vardır deyəcəksən. Sonra bu qalan ərazilərdə bax fikir versəniz bu çökmə süxur qatı hardadır? Ovalıq ərazidədir. Bax çökək ərazidədir də. Çökmə süxur qatı yerləşdir burada. Amma bu yerdə qalan bu hissələr isə bütövlükdə bax nə varsa bu hissələr hamısı. Burada biz kristallik bünövrə adlandırırıq. Və bu ərazidə maqmatik süxurlar yerləşir. Və bəzi ərazilərdə maqmatik süxur səthə yaxın yerləşir. Biz buna qalxan və ya sipər deyirik. Belə düşün də bunu. Elə bil ki, yayla ərazisi idi. Külək gəldi, əsdi buradan, nə bilim, yağış yağdı buradan və nə oldu? Bunu parçaladı, apardı. Belə üzərisində deyək ki, çökmə qat var idi burada. Aşağıda maqmatik qat var idi. Yağış gəldi, yudu, bunu apardı, getdi və yerə nə oldu artıq? Maqmatik süxur səthə çıxmış oldu ki, biz buna deyəcəyik ki, nədir bu? Qalxan və ya sipər hesab edilir. Yadımızda qalsın. Sonra platformalar yaşına görə iki yerə ayrılır. Qədim və cavan platformalar. Bildiyimiz bütün materiklər qədim platformadır. Bütün materiklərin əlavə edək ki, Sibir ərazisini deyə bilərsən. Qərbi, şərqi, orta Sibir əraziləri platformadır. Sonra Çin, Koreya məsəl üçün deyə bilərik. Çin, Koreya bizi karıxdırır biraz. Çünki Asiyanın şərqində həmişə geosinkrondan danışırıq biz. Amma Çin, Koreya platforma qədim platforma ərazisinə düşür. Qədim platformalar Paleozoy erasına qədər yaranmışdır. Bu bizim geoxronoloji cədvəlimiz var idi burada yuxarıda. Bax yadda qalsın. Paleozoy erasına qədər. Bəzən də belə verir. Kembriyə qədərki dövrdə yaranmışdır. Nə? Qədim platformalar. Yəni arxeyə Paleozoyda yaranmışdı bunlar. Baykalda yaranmışdı bunlar deyirsən. Cavanlar isə Kembrdən yuxarıda yaranmışdır. Bu hissədə deyəcəksən. İndi mən sənə bayaqdan danışdım, dedim ki, geosinklinal, nə bilim, Alpda yaranmış ərazilər, Kaynezoyda yaranmış ərazilər, belə deyək. Kaynezoyda yaranmış ərazilər cavan ərazilərdir.
Paleozoda yaranmış ərazilər və Mezozoy qədim ərazi qəbul edirik. İndi mən sənə deyəndə cavan platforma nə vaxt yaranıb? Buna həmişə uşaqlar karxıb deyir ki, müəllim, Alpda yaranıb. Xeyr, Alpda yaranmayıb. Və ya da ki, Kaynozoda yaranıb. Xeyr, Kaynozoyda yaranmayıb ha. Bu qədim platformaya, cavan platforma Paleozoyda yaranıbdır deyəcəksən. Bu birməna şəkildə yadımızda qalsın. Bunu necə müqayisə edərəm mən? Məsəl üçün, deyək ki, mən sizinlə mənim aramda bir nə bilim var da bir 10 yaşdan yuxarı, 10 yaşdan yuxarı çox olar bəlkə də indi bir 12-13 yaş məsəl üçün deyək fərq var. Götürürəm 15 yaş fərq var. Mənim məsəl üçün deyək ki, Nurun babasının yaşı var 60 yaş. Mənim də babamın yaşı var 75 yaş. Eləmi? Bunun hər ikisi nədir? Qoca hesab olunur. Bu da qocadır. Təbii ki, də bu da qoca hesab olunur. Da bunun hər ikisi onsuz da qocadır. Yəni bunun hər ikisi də platforma ərazisidir. Elə bil ki, qədimdilər hər ikisi platformadır. Bu ümumi kənardan baxanda görünən formadır. Yəni düşün yəni ki, ikisi də yolla gedir. Kənardan baxıb desən ki, ağsaqqallara bax, yolla gedirlər. Qocalar yolla gedirlər. Bu qıraqdan baxanda göründüyümüzdür. Amma daxilə keçəndə baxanda baxıram ki, məsəl üçün Nurhəyatın babası mənim babamdan cavandır. Bax gördükmü? Nurhəyatın babası mənim babamdan cavandır. Bu o demək olmadı ki, Nurhəyatın babasının 18 yaşı var. Xeyr. O amma bir-birinə nəzərən cavan qəbul etdik. Bax, platformada qədimi bu şəkildədir. Bir-birinə nəzərən yaranmasına görə biz onu cavan və qədim şəklində qəbul edirik. Yenə təkrar edirəm, ha, heç bir platforma ərazisi Kaynazoyda yaranmayıb. Kaynazoyda yaranmış bütün ərazilər cavandır. Cavan platformalar isə Paleozoy erasında yaranmış ərazilərdir. Cavan platformalar Paleozoyda yaranmış ərazidir. Yəni cavan və qədim platforma hər ikisi platformadır, sabit ərazidir. Amma cavanla qədim arasında müqayisə aparanda hə bir-birinə nəzərən cavan və qədim olmağını deyə bilirik. Bildiyimiz bütün materiklər oldu bizim, onsuz da qədim platforma. Yerdə qaldı 3 dənə bizim cavan platformamız. Ön Qafqazdır, Turandır, bir də Qərbi Sibir. Bu üç dənə ərazi cavan platforma hesab edilir. Yəni yaxından baxaq. Ön Qafqaz ərazisi bu ərazilər, Turan ovalığı burada verilib. Bu ərazilər Özbəkistan, Qazaxıstan ərazisinə, Türkmənistan ərazisinə düşən bir düzənlikdir bura. Bir də Qərbi Sibir düzənliyi var ki, Rusiya ərazisində yerləşir və bu da cavan platforma hesab olunur. Bəzi mənbələrdə Şərqi Avropanı falan da ki, cavan platforma şəklində də görmək mümkün ola bilər. Amma gördük ki, biz limin testində bunu o şəkildə nədir, heç də götürməyiblər deyəcəksiniz. Sonra burada geosinkron platformadan deməli olduğu zənnimcə elə də böyük bir şey nəsə qalmadı da, yəni yaddan çıxan ki, olsa da testləri də onsuz qabağımıza çıxanda biz bunu görmüş oluruq. Başqa bir şey qalmadı burada. Gəldik əsas davam gəlmə mərhələlərinə. Bu geoxronoloji cədvəlin biz burada dağ əmələ gəlmə mərhələləri var idi. Yəni qışlıq mərhələləri var idi. Baxırıq ki, alt dağ əmələ gəlməsi Kaynazoyu əhatə edir. Bütövlükdə hər üç dövrünü əhatə edir. Kimmer və ya Mezozoy dağ əmələ gəlməsi Mezozoyun bütövlükdə üçünü də əhatə edir. Gəldik Paleozoya. Paleozoyda 3 dənə dağ əmələ gəlmə görürük. Yəni 3 dənə qırışıqlıq görürük. Bunu əzbər bilmək lazımdır. Necə əzbər bilmək lazımdır bunu? 2-2 əzbər bilmək lazımdır. Bax, Ordovik, Kemberi Ordovik düşür hara? Baykala. Silur Devon düşür Kaledona. Daş kömürlə Perim isə düşür nəyə? Hetsin dağ əmələ gəlməsi mərhələsinə düşür. Bu Alpa qədər olan bütün dağların hamısı qədim dağlar hesab edilir. Azərbaycan ərazisində bizdə qədim dağlar falan yoxdur. Hamısı Alpda əmələ gəlmiş ərazilər deyir, yadımızda qalsın bu da. Bu belə. Dağ əməgəlmədə biz dağların yerlərini bilməliyik. Bunların qədim cavan ərazilər olduğunu hardasa bilməliyik. Baxırıq, deməli, Kordilyer dağları yerləşir Şimal Amerikanın qərbində. Bunun hamısını xəritənin üzərisində işləməlisin. Gəlin mən sizə rəqəm qoyacağam ki, bunu göstərgilən mənə. Kordilyer dağları yerləşdi bu ərazidə. Burada Atlas dağları Afrikanın şimalında, Alp dağları yerləşir. Türkiyənin şimalında Pont dağları yerləşir. P, O, N, T. Cənubunda Tavr dağları yerləşir.
Qafqaz dağları burada Rusiya, Azərbaycan, Gürcüstan ərazisində düşür. Sonra Zagros dağları İraqla İranın sərhədində yerləşir. Kopet dağ İranla Türkmənistanın sərhədində. Himalay dağları, Hindukuş, Qaraqorun, Pamir dağları var ki, burada yerləşən dağlardır. Bir də Ant dağları. Bu adını çəkdiyim dağların hamısı cavan dağlar hesab olunur. İndi burada bəzi xırda-xuruş dağlar var. Piriney dağları var. Burada Piriney dağları, burada Əndəlüs dağları var. Dinar dağları var burada. Həm Filiz, Sudet dağları var. Bunlar çox da demirəm ki, yəni çox da istifadə olunmur onsuz da. Aha. Deməli, bu ərazidə olan bu dağların hamısı cavan dağlar hesab edilir. Gəl biraz bunları biz xırdalayaq bu dağlarımızı. Deməli uşaqlar, bax, burada bilməliyik nəyi? Kordilyer dağları bu ərazidə əhatə edir. Geosinklinal qurşaq düşür, düzdür. Kordilyer dağlarını 3 hissəyə ayırırıq. 3 hissəyə ayırırıq Kordilyer dağlarını. Qərbi Kordilyer, mərkəzi Kordilyer, şərqi Kordilyer. Qərbi Kordilyerdə yerləşir sahil silsiləsi, Kaskad dağları yerləşir. Bu cavandır. Alpda yaranmış ərazidir. Şərqi Kordilyerdə isə yerləşir qayalı dağlar. Qayalı dağlar yadda qalsın. Kimmerdə yaranmış, yəni Mezo erasında yaranmış dağ hesab ediləcəkdir. Mərkəzində isə Kordilyerin geniş düzənliklər var. Bax bu düzənliklərin hamısı geosinklinaldır ha. Yukon, Kolya, Kolumbiya, Böyük Hövzə, Colorado, bir də Meksika yaylası var. Bir də burada Edwards yaylası var. Aha, Edwards yaylası deyərdim ki, platforma olar zənnimcə ora. Amma qalanları hamısı nədir? Geosinklinal ərazilər hesab olunurlar deyəcəksən. Akonqaqa zirvəsi var. Ən hündür Makini dağları var. Kordilyerin ən hündür zirvəsi 6194 metr hündürlüyə malikdir. Cənubi Amerikada Ant dağları yerləşir. Sadə bir dənə dağ sistemidir. Dünyanın ən uzun dağ silsiləsidir. Akonqaqa zirvəsi var. 6960 metr hündürlüyə malikdir. Burada xəttdə 61 verir, amma biz kitablarda 60 öyrənirik. Hətta bəzi yerdə 59 da verirlər. Sonra Atlas dağları var burada yerləşir. Tubkal zirvəsidir. Atlas dağları Alp-Himalay geosinklinal qurşağının başlanğıc nöqtəsi hesab edilir. 3 dənə ölkə ərazisinə düşür. Fas yazılan yer Mərakeşdir, Əlcəzair, bir də ki, Tunis ərazisinə düşür. Ən hündür zirvəsi Tubkal zirvəsi Mərakeş ərazisində yerləşmişdir. Atlas dağlarını Qrinviç meridianı kəsir deyə o kəsə bilmədimi? Qrinviç meridianı kəsir deyə o 3 yarımkürədə yerləşmişdir. Eyni xüsusiyyəti biz Piriney dağlarında da görürük ki, onu da Qrinviç kəsir deyə 3 yarımkürədə yerləşmişdir deyirsən. Sonra gəldik Alp dağları. Alp dağları çox böyük turistik bir zonadır. İsveç və Fransa sərhədində əsasən düşən bir dağdır. Amma bu gedir düz Avstriyaya qədər falan çıxa bilir bu dağ. Ən hündür zirvəsi Mont Blanc zirvəsi 4807 metr hündürlüyə malikdir. Sonra buradan deyim. Pont və Tavr dağları, bunların hündürlüyü çox da böyük hündürlük deyil, 4000-dən aşağı hündürlüyə malik olan dağlardır və bu dağlarda yadda qalma olan nədir əsas? Pont dağları Qara dənizin sahillərini yürür, Tavr dağları isə Aralıq dənizin sahilində yerləşir. Bu dağların arasında Anadolu yaylası yerləşir ki, bu yayla geosinklinal yayla hesab ediləcəkdir deyəcəksiniz. Sonra gəldik İran yaylasının cənub hissəsində, İraq və İranın sərhədində Zagros dağları yerləşmişdir burada. Kopet dağ burada yerləşmişdir. Qafqaz dağları kimi burada yerləşmişdir. Qafqaz dağının ən hündür zirvəsi 5642 metr Elbrus dağlarıdır ki, bu dağlar sönmüş vulkandan ibarətdir. Bu da qaldıq Himal, Hindukuş, Pamir dağları, Qaraqorum dağları ki, dünyanın ən yüksək zirvələridir. Bunlar hamısı cavan dağlardır. Yadda qalsın, cavan dağlar daha çox yüksək olurlar. Qədim dağlar alçaq hündürlüyə malik olur. Cavan dağların zirvələri şiş uzlu formada olmağını görməyimiz mümkündür. Sonra gəldim Kimmerdə yaranmış dağlara. Azdır bunlar. Bu əsasən biz Avrasiya materikində, bir də Şimali Amerika materikində qayalı dağları görə bilirdik. Demək, burada Verxyanskidir, Çerskidir. Rusiya ərazisində yerləşən silsilələrdir. Verxyanski, Çerski silsiləsi. Sxota Alin dağları Rusiya ərazisinə düşür o da. Bir də burada Kunlun Tibet ərazisi var ki, bunlar da Kimmerdə yaranmış ərazi. Təbii ki, tək bundan bitmir. Məsəl üçün biz burada Kalimantanın cənubunda da görə bilərik. Burada Taymır ərazisində də görə bilərik ki, nə var? Orta qırışıqlıq dövrünə aid olan ərazilər mövcuddur. Ən sonuncu isə deməli qaldıq Kaledon və Hetçində əmələ gəlmiş dağlar.
Bunlar ən qədim dağlar hesab olunur. Hansılardır? Appalaç dağları, sonra Afrikanın cənubunda Kap və Əjdaha dağları yerləşir burada. Əjdahaya Drakon dağları da deyirlər. Tavr dağlarına Toros dağları da deyirlər, hə. Yəqin türkündən eşidirsiniz bunu. Böyük Suarici dağları yerləşir burada. Sonra Ural dağları Rusiya ərazisində yerləşir. Skandinaviya dağları yerləşir burada. Filis Sudet dağları yerləşir burada. Sonra Altay Sayan Tian dağları var ki, bunlar da qədim dağlar hesab olunurlar ki, hamısı bunların payəcada yaranmış dağlardır. Altay Sayan, Altay Sayan burada, Tian Şan isə Tanrı yazılır burada. Tanrı dağları. Tian Şan isə bu ərazidə yerləşir. Deyəcəksin. Bunun hamısını xəritəmizin, atlasımızın üzərisində, xəritəmizin üzərisində hər birini işləmək lazımdır. Bir də bəli, burada yenidən törəmiş dağlar verilib. Bunu biz onsuz gələndə danışacağıq bu haqda. İndi məlumat veriblər deyim. Yenidən törəmiş dağlar nədir? Paleozoyda yaranıb, alıbda yenidən tektonik hadisələrə məruz qalmış ərazidədir. Bax, burada Altay Sayan Tian dağlarını, Baykal ətrafı dağları görə bilirik. Bir də Şərqi Afrika. Ən çox düşən Altay Sayan Tian-Şandır. Altay Sayan Tian dağları nədir? Əsas paleozoda yaranıb altda yenidən tektonik hadisələrə məruz qalmış dağlar hesab edilir deyəcəksiniz.